Bugün maraqlı bir mövzudan danışacağıq. Nədən? Xəyanətdən. Nədir xəyanət? Mənə görə xəyanət böyük məfhumdur. Mənə görə xəyanət ölkəyə, dövlətə, vətənə qarşı ola bilər. İnsanlar arasında olanlar kiçicik anlaşılmazlıqlardır ki, bunu da biz xəyanət adlandırırıq. Bəs nədir xəyanət? Nədən doğur xəyanət? Bir insanın verdiyi sözə, münasibətə və dəyərə zidd davranmağıdır xəyanət. Bəli. Emosional xəyanət başqasına gizli bağlılıq sirrinin paylaşımı ilə bağlıdır. Fiziki xəyanət cinsi əlaqədir. Maddi xəyanət pulun gizlədilməsi, aldatma. Dostluq xəyanəti arxadan zərbə vurmaq, satqınlıq eləmək. Özünə xəyanət dəyərlərindən imtinadır. Bəli, mənim əzizlərim, dəyərlərindən imtina. Bu kiçik bir şey deyil. Bunun səbəbləri nə ola bilər? Heç düşündünüz? Bunun çox böyük səbəbləri var. Nəzarətsiz ego, ehtiras, ünsiyyət çatışmamazlığı, daxili boşluqlar, daxili komplekslər, məsuliyyətsizlik, uşaqlıq travmaları, fürsət və sərhədlərin olmaması. Mən hər dəfə hansısa psixologiya ilə bağlı nəsə danışanda söyləyirəm. Çoxları deyir, ay travma boş şeydir. Xeyr, boş deyil. Uşaqlıqda hansı mühitdə, kimin əhatəsində, kimin yetişməsində oluruqsa, kim yetişdirirsə bizi, bu bizim gələcək həyatımızda xarakterimizi müəyyənləşdirir. Mənim əzizlərim. Nəticədə güvənin dağılması olur, psixoloji travmalar, özünə inamın azalması, münasibətlərin bitməsi, uzun müddətli psixoloji zədələnmələr olur. Mənim əzizlərim. Bu isə insan üçün çox travmatik hallardır. Bu anları aşmaq, yenidən həyata başlamaq çox çətin olur. Çünki bir insan inandığı, güvəndiyi insan tərəfindən xəyanətə uğraması əlbəttə ki, faciəvidir. Bir insanın dəyər verdiyi insan tərəfindən aldadılması, satılması, fərq eləmir, bu sənin dostundur, sevgilindir, həyat yoldaşındır. Bu çox acınacaqlıdır. Gəlin görək, bəs Azərbaycanda qadınlar və kişilər arasında xəyanət nə qədər mümkündür? Nə qədər mümkündür dedim, mənim əzizlərim. Bu o qədər mümkündür ki, bu bitməz, tükənməz dərəcədədir. Əsasən də kişilər. Niyə kişilər? Çünki cəmiyyət kişilərə daha çox icazə verir. Çünki kişi xəyanətini çox vaxt qəbul edirlər ki, kişidir də, örtbasdır olunur. Təbii, qadın xəyanəti də var. Amma daha ağır damğalar olduğuna görə bu biraz gizli olur. Gizli. Yox demirəm. Kişi xəyanəti də var, qadın xəyanəti də var. Amma ümumən kişi xəyanətinə bizim cəmiyyətimiz çox zaman boş şeydir, kişidir də deyib keçir. Qadın xəyanəti isə ağır olur, ağrılı olur. Və cəmiyyət kişiyə çox zaman icazə verir, qadına isə heç icazə vermir. Nəticədə xəyanətdir. Sosioloji müşahidələr eləsək, bizim sosioloji müşahidələrimiz rəsmi olmasa da deyir ki, ailə boşanmalarının çox hissəsi kişinin xəyanəti ilə bağlıdır. Çoxu. Əsasən də 30-55 yaş arası kişilərdə bu görmək mümkündür. Maddi güc, fürsət, ego, özünü təsdiqləmə, mən kişiyəm, mənə hər şey olar kimi fikirlər gətirib xəyanətə çıxardır. Və bu xəyanət çox zaman bir çox münasibətlərin bitməsinə və hətta intihara qədər gətirib çıxardır. Bilirsiniz, kişi xəyanəti daha açıq olur bizim cəmiyyətimizdə. Açıq-aşkar kişi xəyanətini eləyir, gizlətmir. Hətta bunu efirlərə, ekranlara da çıxardır ki, burada nə var ki? Hətta çox vaxt deyirlər ki, əşi, mən uşağıma başa salıram ki, bunu elə ki, evdəkilər bilməsin. Güya bir atanın övladına nəsihətidir. Deyir, elə evdəkilər bilməsin. Yəni, ata övladı xəyanətin sirlərini aşılıyor. Nəticədə
üzdülük, riyakarlıq, çöldə biri, evdə biri doğru tərbiyədirmi bu? Əlbəttə ki, yox. Əlbəttə ki, yox, amma bizim cəmiyyətimizdə qəbul olunan bir şeydir. Yəni mənim əzizlərim, qadın xəyanəti isə az görünür. Yəni biz o qədər də görmürük, hiss eləmirik, amma var, mövcuddur və qadın xəyanəti daha emosional olur. Nəticədə xəyanətin cinsi yoxdur ki. Yoxdur. Bu bir xarakter məsələsidir, bu bir dəyər məsələsidir, bu bir vicdan məsələsidir mənim əzizlərim. Bilirsiniz, mən sizə belə deyim də, bir qadın niyə xəyanət edər? Kişinin xəyanətini tutarsa, bilərsə, ondan heyif almaq üçün. Və yaxud da o kişi tərəfindən, mən istəyirəm bunu burada vurğuluyum, əziz kişilər, və siz bunu biləsiniz. Çox net bir şey deyəcəm. Siz qadını aşağılayıb alçaldırsınızsa, əzirsinizsə, siz qadını hər an hamının yanında, hər kəsin yanında, balalarının yanında, yaxınlarının yanında və yaxud da elə ikiniz birlikdə olanda nə qədər çox əzib, aşağılayıb, alçaldırsınızsa, bilin onun o qədər sizə xəyanət eləmək riski çoxdur. O açıq-açığına sizə nəsə deyə bilmir, çünki siz onu əzirsiniz, alçaldırsınız, aşağılayırsınız, məhv eləyirsiniz, onu emosional boğursunuz və bilin ki, o xəyanət eləməyə meyilli olacaq və daha çox yaxın ətrafınızda bunu eləyəcək. O sizdən qisasını belə alacaq. Yəni, bu mənim fikrim deyil. Bu, dünya araşdırmalarının, dünya alimlərinin psixologiya üzərindən apardığı araşdırmalarının nəticəsidir. Siz kişilər özünüzü təsdiq üçün, natamamlıq kompleksinizi doldurmaq üçün, mən kişiyəm, hər şey olar demək üçün bunu eləyirsinizsə, qadınlarsa güvəndiyi, ona dəyər verən, dəyər o demək deyil, pul aldın, bahalı sumkalar aldın, çantalar, bahalı maşınlar, evlər, xeyr, dəyər bu deyil. Dəyər diqqətdir, onu dinləyirsinizsə, onun xoş, şad, bəd günündə yanında olursunuzsa, siz onu olduğu kimi qəbul eləyirsinizsə, əzmirsinizsə, aşağılamırsınızsa, onun ruhuna və dəyərlərinə hörmətlə yanaşırsınızsa, o qadınsa heç zaman xəyanət eləməyəcək. Heç zaman. Mümkün deyil. Yəni, bir qadın kişiyə dəyər versə də, sevsə də, əzizləsə də, kişi xəyanət eləyəcək. Çox nadir hallarda ola bilər ki, bizim cəmiyyətimizdə kişi xəyanət eləməsin. Bu nadir hallarda. Və haradasa kişilərin, belə deyim də, buna səbəbləri olur. Əşi, kişilər bir yerdə yığışıb getmişdik də, nətər mən deyim, eləmirəm, min ad qoyacaqlar mənə. Və s. və ilaxır kimi kişilərin səbəbləri olur buna. Amma qadının səbəbləri daha dərindir, daha emosionaldır. Mənim əzizlərim, nəticədə heç kimə haqq qazandırmaq olmaz, çünki xəyanətin cinsi yoxdur. Yenə deyirəm, xəyanət vicdan məsələsidir, xarakter məsələsidir. Yəni, sənə uyğun deyilsə, ayrıl. Sənə uyğun deyilsə, istər qadın, istər kişi boşan. Amma yaşayıb da bir yerdə ona xəyanət eləmək və bunu qisas kimi özünə təsəlli vermək, bu böyük yanlışdır, bu psixoloji şəxsiyyət pozuntusudur, mənim əzizlərim. Və istəsək də, istəməsək də kişilər daha çox xəyanət eləyir. Qadınlarsa xəyanət eləmir deməzdim, bunu gizli edir. Kişilər aşkarcasına hamıya göstərərək xəyanət eləyir, amma qadınlar bunu gizlin və qadınların xəyanəti səbəbsiz olmur. Kişilərin xəyanəti səbəbsiz yeri ola bilər. Çünki kişilər xaraktercə bir ovçudurlar. Qadınsa bir xoş söz, bir gözəl söz, ona diqqət yetir, qayğı göstər, o sənə heç xəyanət eləməyəcək. Xəyanət böyük məfhumdur, mənim əzizlərim. Bu həyatda yaşayırsınızsa, əlbəttə ki, xəyanətlə üzləşəcəksiniz. Əlbəttə ki, mümkün deyil bir ömür yaşayasan və bir ömür boyunca sənə dostun, tanışın, iş yoldaşın, sevdiyin kimsə xəyanət eləməsin.
Bu mümkün deyil. Əlbəttə ki, arzu olunandır ki, bu olmasın, amma bir balaca bizim cəmiyyətimizdə son zamanlar bu tip şeylər adi hal alıbdır və bu barədə o qədər rahatcasına danışırlar ki, sanki bunu reklam edirlər, sanki bunu təbliğ edirlər. Bu təbliğ olunacaq bir şey deyil. Bu insanın xaraktersizliyini göstərir. Bu insanın vicdansızlığını göstərir mənim əzizlərim. Bu insanın vicdansızlığını, bu insanın dəyərlərinin olmamağını göstərir. Mən çox istərdim ki, azacıq buradan danışdıqlarım bəlkə sizə maraqlı olar. Bir daha vurğulayıram ki, bu kişilərdə bir balaca natamamlıq kompleksidir. Bir balaca da bilirsiniz, bəlkə də bizim qadınlar, bizim cəmiyyətin qadınları hardasa kişiləri anlamağa çalışır. Ona görə bunun o qədər də üstünə düşmürlər. Qadın xəyanətini daha böyüdürlər, şişirdirlər. Amma gəlin bunun dərinliyinə varaq. Dərinliyə varsaq görərik ki, burada çox böyük psixoloji problemlər var. Yenə deyirəm, hər dəfə dediyim kimi, uşaqlıqdan hansı mühitdə, kimin əhatəsində və kimin yetişdirdiyinə baxmalıyıq. Bunun çox dərin kökləri var ki, o kökləri aradan qaldırmaq lazımdır. Və bu köklər hətta uşaqlıqdan deyil, bu köklər ana bətnindən başlayır. Bu çox dərin bir mövzudur. Bu barədə bir daha danışaram, əgər sizə maraqlı olarsa. Amma xəyanətdən sonra nə etmək olar desək, xəyanətdən sonra artıq xəyanəti görən adamın seçimi olmalıdır. Ya bağışlayıb yaşayırsan, ya bu xəyanətə son verib ayrılırsan. Fərq eləmir, bu sənin dostundur, sevdiyindir, iş yoldaşındır, fərq eləmir, həyat yoldaşındır. Burada seçim. Yalnız seçim və bu seçim də hər kəsin özünə məxsusdur. Çünki mənə belə gəlir ki, xəyanət bir dəfə olarsa, yenə olacaq. Ona görə də ilk dəfə gördünüzsə, doğru düzgün seçim edin ki, növbəti dəfə bu xəyanətlə rastlaşmayasınız. Əzizlərim, Allahdan dilərdim ki, heç birimiz xəyanətlə rastlaşmayaq, amma zənnimcə bu mümkün deyil. Sadəcə olaraq hər belə bir hadisə ilə rastlaşdığımız yer bizim bərkidiyimiz yerimizdir. Düzdür, ailə olarsa, dostluq olarsa, fərq eləmir, belə yaxın münasibətlər olarsa, sevgi münasibətlər olarsa, burada olacaq söz-söhbətlər, kiçik söz-söhbətlər bu münasibətlərin bərkiməsi üçün olan şeylərdir. Amma xəyanət çox böyük bir problemdir, çox böyük bir psixoloji zərbədir. Bunu aşmaq çətin olur. Bunu aşmaq artıq sizin seçiminizdir. Bugünə bu qədər. Hələlik.